Bugünkü dərsimiz olur 3-də 3 basketbol. 3-də 3 basketbol 1980-ci ildə yaradılmışdır. Digər adı isə stirbol deməkdir. Stirbol deməkdir. Qeyri-idman belə deyək də növü olubdur. Yəni qeyri-idman olimpiya növü olubdur. Əvvəllər olimpiya oyununa daxil edilməmişdi. Lakin 2020-ci ildə ilk dəfə olaraq olimpiya oyunlarına daxil edildi. Çempion da Latviya oldu. Latviya. Bundan əvvəl isə 2010-cu ildə yeniyetmələrin belə deyək də olimpiya oyunlarına salınmışdı. Yeniyetmələrin olimpiya oyunlarına 2010-cu ildə, 2020-ci ildə isə olimpiya oyunlarına daxil edildi. Qalib dedik kim oldu? Latviya olmuşdur. Azərbaycanın uğurlarından biri isə 2017-ci ildə 3-də 3 basketbol üzrə 4-cü həmrəylik oyunlarında olub ki, Azərbaycan burada birinci yeri tutmuşdur. Deməli, neçənci ildə yarandı? 1980-ci ildə, 2020-ci ildə ilk dəfə olimpiya oyunlarına salındı. Deməli, ilk dəfə yeniyetmələrin olimpiya oyunlarına 2010-cu ildə salınıbdır. 2017-ci ildə isə Azərbaycan, deməli, İslam həmrəylik oyunlarında 3-də 3 basketbol üzrə birinci yerə tutmuşdur. İndi isə gəlin baxaq 3-də 3 basketbolun meydançasının uzunluğuna və eninə. Yeganə idman növüdür ki, meydançanın eni uzunundan böyükdür. Eni 15, uzunu isə belə deyək də 11 metrdir. Deməli, eni necə oldu? 15, uzunu isə 11 metrdir. Tək səbətlə oynanılır. Biz 3-də 3 basketbolu basketbolun yarı hissəsi ilə də oynaya bilərik. Çünki burada dediyimiz kimi bir səbətlə oynanılan oyun növüdür. Burada bu oldu bizim deməli meydançamızın nəyi? Eni və uzunu. İndi baxırıq səbətimizə. Səbət dedik bir səbətlə oynanılır. Səbətin hündürlüyü basketbolda olduğu kimi burada 3-ün 5-ə, səbətin diametri 45 sm, səbətin torunun uzunluğu da 45 sm-dır. Lövhəmiz də deməli 1-in 80-ə, 1-in 5-ədir. Yadımızda qalsın. 1-in 80-ə, 1-in 5-ədir. Deməli, səbətin hündürlüyü neçə oldu? 3, 5. Səbətin diametri 45. Torun uzunluğu 45. Lövhəmiz isə 1,80, 1-in 5-ədir. İndi isə gəlin baxaq topun çəkisinə və çevrəsinə. Topumuzun çevrəsi müəllimlər deməli 720, 740 santimdir. Çevrəmiz 720, 740. Çəkisi isə 580, 620 qramdır. 620 qram. Santimetr 720, 740 santimetr çevrəmiz oldu. 580, 620 qram isə topumuzun çəkisi oldu. Bax, burada indi isə baxırıq. Bizim komandamızda neçə oyuncu var? 3-də 3 basketbolda bir komandada 4 oyuncu olur. Oyuncumuz 4 ədəddir. 3 əsas, 1 isə ehtiyat oyuncu hesab edilir. Deməli, 3 əsas, 1 isə ehtiyat oyuncusu hesab edilir. Burada da basketbolda olduğu kimi ehtiyat oyuncu olmasa da olar. Əsasdır ki, 3 nəfər oyuncu oyun başlayarkən komanda heyəti tam olsun. Əgər tam olmadısa, texniki məğlubiyyət verilir. Amma oyun gedən zaman, deməli, artıq getdikdən sonra 2 nəfər də oynanıla bilər, 1 nəfərlə də. Amma 0 adam qalmadıqda burada da yenə texniki məğlubiyyət verilmiş olur. Və bu da bizim oyuncularımızın sayıdır və oyuna gəlmədikdə tam heyət bildirdi ki, nə olur? Texniki məğlubiyyət verilir. Burada da deməli hakimimiz 5 nəfərdən ibarətdir. 5 nəfər hakimimiz var. Hakim neçə nəfərdir? Oyunu yəni 5 nəfər hakim idarə edir. 2 meydan, 3 isə masa hakimi.
2 meydan, 3 masa hakimi var. İndi isə baxırıq oyunun başlanğıcına. Oyun başlarkən necə başlayır? Basketbolda deməli oyun necə başlayırdı? Mərkəzdən hava atışı ilə başlayırdı. Amma 3-də 3 basketbolda oyun belə deyək də mərkəzdən daxil edilmir. Oyun jackballdan daxil edilir. Jackball yəni 6.75-in xarici hesab olunur ki, buradan top oyuna daxil edilir. Və necə daxil edilir? Oyun püşkatma ilə. Püşkü qazanan komandanın qarşısına seçim qoyulur. Deyilir ki, indi ya hücumu müdafiəni seçirsən, əgər indi seçmirsənsə, hesab bərabər olarsa, əlavə vaxt gedilərsə, yəni onda hücum müdafiəsini seçə bilərsən. Belə dedikdə deməli necə olur? Seçim qarşısına. Bax burada da deməli biz hücum etməyi seçən artıq 6.75-dən durur, əgər hücumu seçdisə 6.75-dən durur və topu oyuna daxil edilir. Deməli 6.75 nə adlandı? Jackball adlandı. Buradan oyuna daxil etdi. Və rəqib durub oyuna daxil etdikdən zaman sənlə rəqibin arasında minimum 1 metr məsafə olmalıdır ki, sən oyuna daxil edildikdə 1 metr aranızda məsafə olsun, bu mütləqdir. Sənin deyir komandan topu götürərsə, bax buradan top atıldı. Sənin komandan topa sahib oldu. Topa sahib oldusa, hücum qurmağa sənə 12 saniyə vaxt verilir. Basketbolda necə idi? 24 saniyə. Burada isə 12 saniyə vaxt verilir. 12 saniyə ərzində sən topu səbətəmizə atmalısan. Səbətə atmalısan və yaxud da hücumu yekunlaşdırmalısan. Elə ki, topu səbətə attın, top sənin səbətinə atdıqdan sonra bir komandası, digər komanda topu götürür və ağ xəttin içərisindən çıxmadıqca, bax, yəni ki, çıxmalıdır. Bax, bu ağ xət ki, yoxdur. Buradan topu götürdükdən sonra oyuncu bu ağ xəttin içərisindən çıxmalıdır və çıxdıqdan sonra onu müdaxilə edə bilməz heç kim. Artıq bura çıxmalıdır 6.75-ə və daha sonra hücumu təşkil etməlidir. Əgər rəqib komandaya düşdüsə top. Bax, əgər deyir, buna vaxta kimi müdaxilə edə bilməzsən. Xətti çıxdıqdan sonra yenidən hücum qurmalıdır ki, əks halda hücum sayılmayacaqdır. Bax, hücum qurub 12 saniyə yenidən topu meydana daxil etməlidir. Bundan əlavə, sən hücum edirsənsə, 6.75-in içərisinə daxil oldun və yaxud da çölündə topu atdın səbətə. Top səbətə və yaxud da lövhəyə dəydi, qayıtdı, sən və yaxud komanda yoldaşın topu yenidən tutdu. Sən 6.75-in xaricinə çıxmağına ehtiyac deyilsən. Və burada sən topu atmısan, oyundasan, komanda yoldaşların da buradadır. Topu atdınsa, sənə ehtiyac yoxdur ki, artıq bu xətlərdən sən kənara çıxıb 6.75-dən topu atarsan. Rəqib tutarsa əgər, rəqib çıxıb 6.75-dən hücumu davam etdirməlidir. Sən artıq amma xətin içərisindəsənsə, komanda yoldaşın buradadırsa, topu tutursa, sən oyunu qaldığı yerdə də deməli neynirsən? Ehtiyac yoxdur çıxmağına. Topu müdafiə olan belə deyək də oynamağa başlayırsan. Sonra burada indi baxırıq bizlər nəyə? Time-outumuza. 3-də 3 basketbolda komandalarımızın, yəni fasilə vaxtıdır bilirik ki, time-out. Time-outlar bir dənə götürülə bilər. Bir komanda bir oyun ərzində bir dəfə time-out götürə bilər ki, time-outların da müddəti burada 30 saniyədir. Deməli, basketbolda neçə saniyə idi? 60 saniyə və 5 dəfə time-out götürülürdü 2 hissədə. Burada isə deməli bircə dəfə time-out götürə bilərik. Bu da 30 saniyə olur. Bax, belə deyək də, time-outları deməli oyun başlanğıcında hesab bərabər olarsa, əlavə vaxt oynadıqda time-outu deməli qayıtdıqda deməli
cərimə atışları verilməyən qayda zamanı pozuntularda top yan xəttdən, arxa xəttdən çıxdıqda hər birində oyuna belə deyək də jackpotdan başlanır. Yadında saxla. Burada deməli yan xəttdən də çıxsa, orta xəttdən də çıxsa, hardan çıxır çıxsın, oyun 6.75-in xaricindən deməli oyun başlanılır. Sonra burada digər məsələ nə qaldı? Oyunumuz dedik ki, burada deməmişik ki, neçə hissədən ibarətdir, nə qədər oynanılır. Bizim 3də 3 basketbolumuz bir hissədən ibarətdir. Bir hissə. 10 dəqiqə oynanılır. Deməli, neçə hissədən oldu? Bir hissədən və 10 dəqiqə oynanıldı. Bir də bir məqam var ki, 21 xala komandanın hansı olursa olsun, ya hücum edən, ya belə deyək də rəqib komanda hansı 21 xala qalib gəldisə, 21 xala çatdısa, ola bilər ki 10 dəqiqə olmaz, 7 dəqiqə ola bilər, 8 dəqiqə ərzində olar. Amma sən 21 xalı qazanmısansa, artıq burada oyunun qalibi hesab edilirsən və oyun deməli artıq oyun belə deyərək də dayandırılır və qalib hesab edilir. Yox, əgər qalib hesab edilmirsə, bu zaman əlavə vaxt verilir. Əlavə vaxt verildikdə oyunun zamanı sən mütləqdir ki, 2 xalla komandan irəlidə ola. 2 xalla. Mütləq nədir? 2 xalla belə deyək də irəlidə olar. Öndə olasan. Məsələn, 10 dəqiqə olduqda tərəflərdən biri 15-14 onda olarsa, qalib hesab olunur. 10 dəqiqə tamam olunmuş 21 xal qazanan qalib hesab olunur. Hesab bərabər olarsa, burada əlavə vaxt olur və əlavə vaxtda vacibdir ki, 2 xal ard-arda qazanaraq qalib hesab olunansın. Bax, bu da bizim nəyimiz idi? Əlavə hissələrimiz və əlavə hissəmiz idi. İndi baxırıq, burada əsas məqamlardan biri də deməli fol limitlərimiz var. Fol limiti nədir? Fol limiti, yəni ki, əgər burada belə deyək də hər hansısa cərimə topu belə deyək də oyundan kənar vəziyyət dedikdə top səbətə atılarsa, qayda pozuntusudur da fol. Qayda pozuntusu olarsa, burada deməli neynirlər? Fol verilir. Fol limiti də 6 dənədir. Bir periodda 6 fol limiti var. Deməli, bir period gedir çünki burada 10 dəqiqə vaxt. Amma basketbolda necə idi? 4 period idi. 4 periodun hər birində komandamız 5 dənə fol limiti verilirdi. Amma 3də 3 basketbolda 6 fol bir periodda ilə 6 fol limiti verilir. Amma oyuncuya orada belə deyək, ümumi olaraq 5 deyirəm müəllimlər. Oyuncu üçün 5 idi basketbolumuzda. Amma komanda üçün 4 idi. Hər folda 4 dənə limit var idi ki, 4 fol limitin keçməməli idilər. Burada isə 6 dənə ümumi komandaya verilir. Oyuncunun fol limiti yoxdur burada. Komandanın ancaq 6 fol limiti var. 7, 8 artıq 6 fol limitin keçdisə, 7, 8, 9-cu period fallarında komandanın səbətinə 2 cərimə atışı verilir. 2 cərimə atışı. Deməli, 6 fol etdisə, heç bir cərimə verilmir. Artıq amma 7-ni, 8-i, 9-u etdisə, komandamıza neçə cərimə atışı verilir? 2 cərimə atışı verilir. Bax, cərimə atışımızda basketbolda olduğu kimi 5-in 80-dan atılır və 1 xalla hesab edilir. 5-in 80-dan yerinə getirilir və 1 xal hesab edilir. Artıq burada 7, 8, 9-da dedik necə? 2 cərimə atışı verdi. 10 və 10-dan sonra. 10 və 10-dan sonra, daha sonra nöqtələr qoyuruq. 2 cərimə atışı, bir də topa sahib olma verilir. Bax, yadınızda qalsın. 2 cərimə atışı da verilir digər komandaya. Və bir də topa sahib olma. Bəs texniki folda necədir? Texniki folda deməli 1 cərimə atışı verilir. Qeyri-texniki bax 1 cərimə atışı.
Qeyri-texniki folda isə idman folunda 2 cərimə atışı və fol edən oyunçu bir qeyri-idman folu edəndə 2 cərimə atışı edir. Deməli, bir oyunçu, bir qeyri-idman. Deməli, oyunçu qeyridə 1. Texnikada 2 dənə texniki fol edəndə bir cərimə atışı verilir. Amma qeyridə 1 dənə qeyri-idman folu etdisə, 2 dənə cərimə atışı verilir. İkinci qeyri-folda artıq ikinci qeyri-fol olursa, burada 2 cərimə atışı, oyunçu oyundan kənarlaşma, bir də komandanın limitinə 2 qeyd edilur. Komandanın limiti, bir fol limiti neçə idi? 6. Bunun üstünə gəlir 2 və 8 limit olur artıq komanda. Deməli, bu zaman oyunçu oyundan kənarlaşdırıldı, 2 cərimə atışı verdi və komandanın fol limitinə də 2 dənə limit artırıldı və qeyd edildi, 8 limit oldu. Diskvalifikasiyada necədir? Diskvalifikasiyadan da birini etdikdə 2 cərimə atışı verilir, 1 topa sahib olma verilir, 2 cərimə atışı, 1 topa sahib olma, bir də oyunçu oyundan kənarlaşma. Burada da məhz folların üstünə 2 dənə fol limiti gəlir və olur 8. Bax, bu da bizim deməli nəyimiz idi? Follarımız idi. Deməli, fol limitimiz necə oldu? 6 dənə. 7-ci, 8-ci, 9-cu. Period follarında bizim səbətimizə, yəni rəqib komanda 2 cərimə atışı verilir. Əgər 7, 8, 9-u edəriksə, cərimə atışımız necə olur? 5-in 80-dən yerinə getirilir və 1 xalla. Artıq buradan sonra 10 olursa, 10-dan daha sonra olursa 2 cərimə atışı həm verilir. 2 cərimə atışından əlavə də rəqib komanda topa sahib olur. Topu, yəni jackpotdan artıq yeni bu atır. Sonra texniki folda dedik neçədir? Bir cərimə atışı texniki fol edərsə, bir texniki fol, bir cərimə atışı verilir. Qeyri-idman folunda isə 2 cərimə atışı verilir. Oyuncu bir qeyri-idman folu edəndə 2 cərimə atışı verildi və ikinciyi etdiyi zaman bununla bərabər plus oyuncu da oyundan kənarlaşdırılır. Komandanın fol limitinə də dedik neçə əlavə olunur? 2 əlavə olunaraq 8 fol limiti olur. Diskvalifikasiyada necədir? Deməli, bir dənə diskvalifikasiya etdikdə 2 cərimə atışı verilir. Oyuncu da oyundan kənarlaşdırılır. Komanda topa da sahib olunur və burada da deməli onun fol limitinin üzərinə ikisi də daxil edilir. Bayaq dediyim kimi oyunçunun nəyi yoxdur? Period fol limiti yoxdur. Bax, burada da deməli xallarımız atılarkən 6.75-in topumuz atırarkən dedik xaricindən, daxilindən atırır. Bir də cərimə. Xallarımız necədir? 6.75-in xaricindən atılanda bizdə basketbolda neçə idi? 3 xal verilirdi. Amma burada 6.75-in xaricindən atılan toplara 2 xal, daxilindən atılanları isə deməli verilir 1 xal. 5.80 isə atılan cərimə atışlarını isə burada da 1 xal verilir. Top 6.75-dən oyuncu durur, oyuna daxil edir ki, səbətə atsın hücum zamanı. Əgər 6.75-də qayda pozuntusu olarsa, səbətə top düşərsə, deməli 2 dənə belə deyək də 2 xal qazanılır səbətə düşdüyü zamanı. Bundan əlavə, bu 2 xaldan əlavə bir dənə də cərimə atışı verilir ki, atılsın. Bax, gəlir və 5.80-dən durur, topu oyuna daxil edir cərimə atışını. Topu deməli daxildən edərkən 6.75-in daxilindən qayda pozuntusu olarsa, deməli 1 xal verilir, top səbətə daxil edilir. Bundan əlavə burada 1 xal keçdikdən sonra bir dənə də cərimə atışı verilir ki,
topu səbətə atılsın. Bax, basketbolda olduğu kimi burada da eyni ilə bu formadadır. Əgər qayda pozuntuları olarsa, xaldan əlavə deməli nə verilir? Cərimə atışları da oyunçuya verilir ki, qayda pozuntusuna görə oyuna daxil edilsin. Və bu da oldu bizim oyunumuzdakı xallarımız və deməli qayda pozuntusu zamanı cərimə atışlarımızda qeyd etdik. İndi nəyə baxırıq? Ümumilikdə belə deyək də, bir komanda maksimum bunu qeyd etməmişdim. Ümumilikdə bir komanda maksimum 23 texniki faal edə bilər. Bunu da yadımızda saxlayaq. 23 texniki faal edə bilər. Burada bir də bizdə etiraz proseduru var. Etiraz proseduru olarsa, oyun bitdikdən sonra hakim protokol imzasını çəkməmişdən əvvəl komanda bir oyuncusu protokolu imzalayır. 30 dəqiqə ərzində etiraz etdikləri haqqında yazılı açıqlamaların idarəçiyə təqdim etməlidir ki, və üstəlik də $200 güvənc depoziti qoymalıdır. Etiraz qəbul edilərsə, güvənc depoziti geri qaytarılır. Bu etiraz nə üçündür? Əgər burada qayda pozuntusu məsəl üçün deyir ki, səhv olubdur və yaxud da ki, hər komandanın bir taymatı var. TV fasiləsində 2 dəfə verilir. 6:59-da, 3:59-da. Burada deməli bütün taymatlar neçədir dedik? 30 saniyədir. Və burada qayda pozuntusu olubsa, qeydə alınmayıbsa, hakim qeydə almayıbsa, məhz bunun üçün videoya baxılır və buna da protokol imzalamalıdır. Üstəlik dedik nə olur? $200 güvənc verilir və 30 dəqiqə ərzində etiraz etməlidir və etiraz qəbul edirdikdə artıq $200 güvənc geriyə komandaya qaytarılmış olur. Və bu bizim ümumi